Salam dəyərli izləyicilər. Bu günlərdə yeni bir bitki sizlərlə paylaşmaq istəyirəm. Hansı ki, bunlar pasientlərimə məsləhət gördüyüm bitkilərdən biridir. Bu günə qədər paylaşmamışam, amma düşünürəm ki, ilk olaraq məndən eşidəcəksiniz. Bu bitkilər o qədər faydalıdır ki, faydalarını saymaqla bitmir. Və ən əsasən yuxusuzluq, stressdən əziyyət çəkənlər insanlar üçün bu çox faydalıdır. Temperaturdan əziyyət çəkənlər üçün çox faydalıdır. Öskürəkdən, bronx məsələlərindən narahatçılıq olan insanlar üçün çox faydalıdır. Qan artırma özəlliyi vardır. İmmunitet sistemi gücləndirmə özəlliyi vardır. Əsasən də mən ən çox istifadə etdiyim ödəm olanlar, şiş olanlarda çox faydalıdır. Yəni ki, bədəndə ödəmin təmizlənməsində, şişlərin gedirilməsində. Bu bitki eyni zamanda revmatizma ağrılarında, ekzamalarda, qaşınmalarda da bunun faydası bitmir ki, bitmir. Saydıqca bitmir ki, bitmir. Bu təbii olan ağ tut yarpağıdır. Amma burada bir məlumatı da sizlərlə paylaşmaq istəyirəm ki, hamilə qadınlar və kimyəvi vasitələr istifadə edən insanlar ilk öncə bunu həkimlərlə danışmaqda fayda vardır. Ona görə ki, bunun təzyiqi salma özəlliyi də vardır.